Qasıq biti və qotur gənəsi arasında fərq nədir? Bu iki xəstəlik hər ikisi də parazitdir, ancaq aralarında fərq var. Bəzi insanlar qarışıq sala bilirlər, ancaq hər ikisi də fərqli mikroorqanizmadır, parazit. İlkin olaraq qotur gənəsindən danışırıq. Qotur gənəsi insanın bədənində hər bir yerdə ola bilər. İnsanın tüylü dərisində və yaxud da tüysüz nahiyədə də ola bilir. Əsasən qasıq hissədə, qarın hissədə, aşağı ətraflarda, barmaq aralarında olur və mikroskopik kiçik mikroorqanizmadır. Yəni bunu görməyimiz üçün mütləq mikroskopdan istifadə etməyimiz vacibdir. Və ikinci olaraq şiddətli qaşınmaya səbəb ola bilər. Kəskin gecələr yatanda qaşıntı şiddətli olaraq artır. Kiçik gənənin girdiyi nahiyələr dəri üzərində kiçik qızartı formasında görünür. Qasıq biti isə əksinə olaraq dərinin sadəcə tüklü hissələrində ola bilər. Məsələn, qasıq hissə, tüklü isə həmin nahiyədə və yaxud da baş dərisində ola bilər və yaxud da böyük saqqallar olan insanlarda saqqal nahiyəsində parazitlik edir və vizual olaraq görünən kiçik mikroorqanizmadır. Yəni mikroskopa ehtiyacımız yoxdur və kiçik mikroorqanizmadır və bu da açıq-aşkar vizual olaraq görünür. Buna görə də bunların hər ikisini bir-birindən ayırd etmək çox rahatdır.